Salam hörmətli YouTube kanalımızın izləyiciləri. Bugün Qubadayıq. İzolasiya işləri ilə bağlı. Mansardın izolasiya işləri ilə bağlı Qubaya gəlmişik. Gördüyünüz kimi demək Vəlvələ kəndidir ya Vəlvələ çayıdır, belə bir şey. Belə bir kənddir. Quba əhlinə ümumən salamlar olsun. Birinci başlayaq işin ərazisindən təxmini 150 kvadrat metr sahəyə yaxın ərazidir. Bizim tərəfimizdən Polinor 3D ilə izolyasiya olunacaq. Rusiya istehsalı məhsuldur. Məhsulumuz haqqında bundan əvvəlki videolarımızda məlumat vermişik. Məhsul istifadə etməzdən öncə bəzi texniki qaydalara riayət etmək lazımdır. Biz səhər bura gələndə hava çox soyuq idi. Elə indi də demək olar soyuqdur. Çünki havada 5 dərəcə məhz istilik var. Bu da məhsulda bir balaca yox, ümumiyyətlə qatılıq yaradır. Ona görə məhsulları bax belə bir suyun içinə yerləşdirmişik və 25-30 dərəcə aralığında isti suda müəyyən qədər qalmalıdır. Ondan sonra həm təzyiqi olur, həm də qatılığı aradan qalxır və siz istədiyiniz ölçüdə, istədiyiniz qalınlıqda rahatlıqla istənilən yerə vura bilirsiniz. Hazırda 3-5 nəfərdən ibarət olan komandamızla gəlmişik Mansardın işlərinə. 2 nəfər digər yerdə işləyir, 2 nəfər isə digər yerdə işləyir. Eşq olsun Quba əhlinə. Olsun. Olsun. Bəli. Gördüyünüz kimi bizim tərəfimizdən hər zaman mansarlar izolyasiya olunur. Membran və membransız. Membran və membransızın da fərqini hər zaman sizə biz qeyd etmişik. Hazırda isə burada müştəri məhz membransız olaraq seçdi ki, birbaşa metal ölçüyə vurulsun. Əvvəldə qeyd etdiyimiz kimi məhsullar və işlər haqqında bundan əvvəlki videolarımızda hər zaman sizə məlumat vermişik. Doğrusu belə hər hansı bir video montaj etməyə vaxt yoxdur, elə çəkdiyimiz kimi də çalışırıq, yükləyək. Çünki digər sosial şəbəkə hesablarında daha çox vaxt itirdiyimizə görə YouTube biraz bizim üçün o qədər də vaxt itirə bilmirik. Həm də bu dinlik mənə çağırır. Mən bu dinlikdən qabaq durmuşam. Amin. Bu dinlik mənə çağırır, mən bu dinlikdən qabaq durmuşam. Bizə qadir o. Deməli, bizim üçün ən çətin yerlərdən biri bu kənarlardır. Görürsünüz, bu işığı gələn yerlər. Bunlar baş tərəflərdir. Bu hissələr xüsusi bağlanmalıdır. Belə hazırda məhsullarımız isinir. Lazım olduqsa istisal edirik və yaxınlaşdıra bilərəm. Görürsünüz, dağın üstündə qar var. Və bu deməkdir ki, hava soyuqdur. Ona görə də məhsulun texniki qaydalarına mütləq riayət etmək lazımdır. Əks halda ziyana düşmüş siz olacaqsınız. Allah'a əmanət olun. Yeni iş layihələrində görüşmək ümidi ilə 114 İzolyasiya qrupu xidmətinizdədir.